Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə 9-cu siniflərimiz üçün növbəti buraxılış imtahanına düşə biləcək nümunə sualların izahına baxırıq. Lakin sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda deyir ki, katetləri 3 bölünsün 4 nisbətində olan düzbucaqlı üçbucağın sahəsi 54 kvadrat santimetrdir. Bu düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Deməli, nisbət formasında veribsə, biz bir katetə, deməli 3K, digərini 4K adlandıra bilərik. Bax, bu düzbucaqlı üçbucaqda bir katetə 3K deyirəm, o biri olur 4K. Bunlar Pifaqor ədədlərdir, uşaqlar. Avtomatik bu olacaq 5K. Və biz bilməliyik ki, düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün katetləri hasilinin yarısı hesablanır. Yəni 3K-nı vurursunuz 4K-ya, bölürsünüz 2-yə, bərabər olmalıdır 54-ə. Burada 4 ilə 2 ixtisar gedir, qalır 2. 3K-nı 2K-ya vuranda eləyir 6K-nın kvadratı bərabərdir 54-ə. Burada K-nın kvadratı 54 bölünsün 6, 9-dursa, deməli K-nın özü bərabər olacaq 3-ə. İndi K-nın 3 olduğunu tapmışıqsa bizdən hipotenuz istəyir. Hipotenuz da 5K dediyimizə görə 5-i vurursunuz 3-ə, yəni düzgün cavab 15 cm alınmış olur. Testimizin doğru variantı olur B bəndi. Keçirik növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu ilə hipotenuzun cəmi 21 cm-dir. Bu hipotenuzu tapın. Baxın, yenə düzbucaqlı üçbucaqda əgər xaricə çevrə çəkilibsə, biz bilməliyik ki, xaricə çəkilən çevrənin mərkəzi, bax, hipotenuzun yarısıdır. Daha doğrusu hipotenuzun tən orta nöqtəsinə düşür. Onda belə çıxır ki, bax, buradan bura qədər olan hissə nə sayılır? Çevrənin radiusu sayılır. Onda biz deyə bilərik ki, bu çevrənin radiusu hipotenuzun yarısıdır. Yəni, bax, radius ilə radius hipotenuzun yarısıdır. Üstə gəl, hipotenuzun cəmi, yəni C, bərabər olmalıdır 21 cm. Kəsirdən xilas etmək üçün hər birini 2-yə vurursunuz. Olur C, üstə gəl 2C, 21 vurulsun 2, 42. Buradan 3C bərabərdir 42-dirsə, C-nin qiyməti 42 bölünsün 3, yəni 14 alınmış olur. Deməli, bizdən hipotenuzu soruşurdu. Biz də tapdıq ki, hipotenuzun qiyməti 14 cm bərabər olmuş olur. Testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 3-cü suala. Deyir ki, bu tənliklər sistemindən x, y hasilini tapın. Bax, burada x kvadrat, y kvadratı görən kimi siz yazmalısınız ki, bu müxtəsər vurma düsturudur. Açılışı da x çıxılsın y, x üstə gəlsin y formasındadır. Bunun cavabı eləyir 15. İndi x üstə gəl y-ın 5 olduğu bəllidirsə, 15-i 5-ə böləndə, deməli, x çıx y-ın da 3 olduğunu tapmış olursunuz. Onda buradan yeni bir sistem alınır. X çıxılsın y bərabərdir 3-ə. X üstə gəlsin y bərabərdir 5-ə. Aldıq belə bir sistemə. Toplama üsulundan istifadə etsəm, y-lar gedir. Çünki biri müsbət, biri mənfidir. 2x bərabər olur 3 üstə gəl 5, yəni 8-ə. Buradan da x bərabər olur 8 bölünsün 2, yəni 4-ə. İndi x-in qiyməti 4-dürsə, bax, gətirib burada yerinə yazanda, siz 4-dən y-ı çıxanda cavab alınmalıdır 3. 4-dən nəyi çıxanda cavab 3 alınır? Əlbəttə ki, 1-i. Deməli, y-ın qiyməti də bərabər oldu 1-ə. Bizdən tələb etdiyi nədir? Bizdən tələb etdiyi x, y hasildir, uşaqlar. Deməli, siz bu 4-ü də gətirib vuracaqsınız 1-ə. 4 dəfə 1, testin düzgün cavabı 4 alınmış olur. Yəni, 3-cü sualda doğru variant olur A bəndi. Keçirik 4-cü suala. 4-cü sualda deyir ki, bax, verilən bu A nöqtəsindən keçən xəttin bucaq əmsalı 4 olarsa, düz xəttin tənliyini tapın. Gəlin, düz xəttin tənliyi y bərabərdir kx üstə gəl B formasında yazaq. Bax, bu düz xəttin bucaq əmsalı 4 deyirsə, sizə K-nı nəzərdə tutur, uşaqlar. Deməli, y bərabərdir 4x üstə gəl B olacaq. Və bu nöqtələrdən də keçirsə, artıq hər kəs bilməlidir ki, birinci x-in qiyməti yazılır, yəni absisin, sonra ordinatın, ikincisi də y-dir.
Gətirib yerinə yazırsınız. 3 bərabərdir 4 dəfə -2 üstəgəl B. Buradan 3 bərabərdir -8 üstəgəl B. -8-i keçirirsiniz digər tərəfə. 3-ün üstünə 8 gəlirsiniz. Tapırsınız ki, B-nin qiyməti 11-ə bərabər olmuş olur. B-nin qiyməti 11 bəllidirsə, bax, gətirib burada yerinə yazırsınız. Olur Y bərabərdir 4x üstəgəl 11. 13 olmaz, 4 yoxdur, 10 yoxdur, 1 yoxdur. Düzgün cavab Y variantı qalacaq. Sadəcə bunun yerini dəyişiblər. Siz bunu əvvəlki vəziyyətinə qaytarmaq üçün Y-i atırsınız sağ tərəfə müsbət Y olur. 11-i keçirirsiniz sol tərəfə müsbət 11 olur və nəticədə yenə 4x üstəgəl 11 alınmış olur. Yəni 4-cü sualda testimizin doğru cavabı Y bəndi, Y variantı alınmış olur uşaqlar. Deməli, baxırıq 5-ci suala. Görək 5-də bizə nə deyir uşaqlar. 5-ci suala deyir ki, xəttdə ölçüləri 2, 6 və 18 cm olan düzbucaqlı paralelipipedlə eyni böyüklükdə olan kubun tilini tapın. Baxın, bunlar deməli fəza fiqurları olduqları üçün eyni böyüklükdə deyəndə, yəni onların həcmləri bir-birinə bərabər olmalıdır. Siz əvvəlcə düzbucaqlı paralelipipedin həcmini tapacaqsınız, sonra onu kubun həcmi kimi götürəcəksiniz. Düzbucaqlı paralelipeddə həcmi tapmaq üçün bu 3 xəttdə ölçünün 3-ünü də bir-birinə vurmaq lazımdır. Yəni 2 vurulsun 6, vurulsun 18. Başlayın. 2-ni 18-ə vuranda eləyir 36, 36-nı da 6-ya vuranda eləyir 216. Bax, bu 216 həm düzbucaqlı paralelipipedin həcmini göstərir, həm də kubun həcmi olmalıdır. Kubun həcm düsturu necə idi? A-nın kubu bərabərdir 216-ya. İndi gəlin fikirləşək. Bu 216 nəyin kubudur? 216 6-nın kubudur. Deməli, siz buradan tapdınız ki, artıq kubun tili nəyə bərabərdir? Düzgün cavab 6 santimetrə bərabər olmuş olur. Yəni, testimizin düzgün cavabı olur A bəndi. Belə, bu da bizim artıq sonuncu sualımızın izahı oldu uşaqlar. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də paylaşılan bu cür sınaqlardan, dərslərdən, ödənişli və ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda hal-hazırda işarədiyim yerə baxırsınız. Gördüyünüz bu nömrə ilə menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 077 598 38 00 nömrəsi ilə. Belə. Bugünkü izahımız haqqında bu qədər. Növbəti izahlarda inşallah yenidən bir daha görüşərik. Sağ olun, hələlik.